Ok mu, yoxsa nok mu? Qəbizlikdə uşaq cərrahının müayinəsinə ehtiyac yoxdur. Nok kəsinliklə orqanik patologiyaların müraciət edilməsi gərəkən tək cərrahiyyə uşaq cərrahiyyəsidir. Yanıq yerinə diş macunu çəkmək olar. Xeyr, yanıq yerinə qeyri-tibbi məhsulların sürtülməsi qadağandır. Uşağın boynunda və ya bədənində əmələ gələn hər şiş təhlükəlidir. Nok, orada bəzi təhlükəsiz və müdaxilə edilməyən patologiyalar da ola bilər. Xayalar yerinə enməyibsə 5 yaşına kimi gözləmək olar. Nok, xayalar yerində deyilsə 1 yaşından sonra artıq cərrahi əməliyyatlarımız başlayır. Uşaq yıxıldıqdan sonra heç bir şikayəti yoxdursa, hər zaman təhlükəsizdir. Nok, bəzi yumşaq orqanların yaralanması səssiz qanamaya səbəb ola bilər. Bu da həyat üçün çox təhlükəlidir. Ana bətnindəki uşaqların böyrək genişlənməsi doğuş sonrası keçə bilərmi? Bəli, hətta böyük bir əksəriyyəti. Hipospadiyalar normal uşaqlara görə daha rahat sünnət olur. Xeyr, buradakı cərrahi əməliyyatlarımız sünnətdən qat-qat ağır və uzun çəkir.